Salam, xoş gördük hörmətli Bau TV izləyiciləri. Bau TV-nin növbəti buraxılışı efirdədir. Studiyada mən Şirvani Ədilli, Bütöv Azərbaycan Uzaqları Mərkəzi Şurasının üzvü və Bütöv Azərbaycan Uzaqlarının fəal üzvlərindən biri dəyərli ziyalımız Rizvan bəy Hüseynovdur. Xoş gəlmişsiniz Rizvan bəy. Çox sağ ol. Bugün biz dünyada gedən hərbi siyasi proseslər və İran ətrafında yaranmış durum haqqında danışacağıq. Öncə həmişə olduğu kimi sizdən xahişimiz budur. Kanalımızı beğenin ve paylaşın ki daha çok izleyici görebilsin. Rizvan bəy haqqında kısa məlumat vereyim. Rizvan bəy 1980-ci illərdə Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olub. O dövrdə yaranmış ilk dərnək xarakterli təşkilatlar olan Çənlibel və Birlik Təşkilatının üzvü olub. Daha sonra Müsavat Partiyasının qurucu üzvlərindən biri olub və bugünə dək də millət yolunda, vətən yolunda, milli mübarizədə dönmədən mübarizə aparan şəxslərdən biridir. Bütöv Azərbaycan ocaqları yarandığı vaxtdan da bu təşkilatın aparıcı üzvlərindən biri olur. Bir daha salamlayırıq sizi Rizvan bəy. Çox sağ ol. İlk olaraq mövzu haqqında giriş kimi bir məlumat verərdiniz. Yəni İran ətrafında yaranan bu vəziyyətin tarixi gedişatı necə olub ki, gəlib bu vəziyyətə çatıb. Bilirəm ki, bu məsələlərdə sizin xüsusi baxışlarınız var. Buyurun, daha sonra mövzu ətrafında digər məsələlər haqqında danışarıq. Hazırda dünyada müharibələr gedir. Dünya yenidən bölünür. Bu bölünmə 100 il bundan qabaqda olmuşdu. Burada, yəni bu proseslərdə həmişə bölünənlər var və bölənlər var. Bölünən 100 il bundan qabaq Osmanlı imperiyası və Türk coğrafiyasıdır. Belə ki, Osmanlı məğlub olduqdan sonra Atatürk Türkiyə şəklində Osmanlı imperiyasını saxlaya bildi. Digər Türk dövlətləri isə, o cür Qafqazca, Güney Qafqaz, Mərkəzi Asiya, bunlar hamısı Rusiyanın himayəsinə, Rusiyanın işğalı altında qaldı. Uyğurlar isə sonraki prosesdə Çinin işğalı altında qaldı. Çinin tərəfindən işğal olundu. Beləliklə Türk dünyası ancaq bu şəkildə qaldı. Artıq sonraki dövrdə indi isə bölünən Rusiya və İrandır. Yəni ki, Rusiya SSR dağıldı, Rusiya şəklində qaldı və onun nəzarətində olan Afrikada, Cənub-Şərqi Asiyada, Latin Amerikasında, Avropanın mərkəzində olan dövlətlər tamamilə azad oldular. Və bu proses Rusiyanın çökməsi prosesi davam edir. Eyni zamanda İran da müəyyən qədər bu Molla Fars rejimi müəyyən qədər geniş Orta Doğuda geniş bir ərazini əhatə edirdi. Belə ki, Yəmən Hüsilər vasitəsilə, daha doğrusu Qırmızı Dəniz və İran Kəngər körfəzi, İran körfəzi onların nəzarətində idi. Eləcə də Aralıq dənizi çıxışı Rusiyanın və İranın nəzarətində idi. Bu Suriya idi və eləcə də bu Livan, Hizbullah təşkilat, Həmas və s. Bu vasitəsilə saxlayırdı. Lakin getdikcə bu iki dövlət zəifləyir, o cümlədən İranda zəifləyir. Zəiflədikcə də, İrandakı zəiflədikcə də tədricən, yəni müharibə ocaqları burada geniş şəkildə özünü göstərir. Belə ki, Suriya İranın təsirindən tamamilə azad oldu, İranın və Rusiyanın. O cümlədən Fələstin də belə Həmas vasitəsilə Fələstinin müəyyən hissəsi işğal olunmuşdur. Həmas, yəni İranın proksi qüvvələri idi orada, işğal olunmuşdur və beləliklə İran öz təsirindən geri çəkdi. Ancaq
təbii ki, vəziyyətdən çıxmağa çalışır və çalışır ki, öz əvvəlki şeyləri bərpa eləsin. Ancaq bu rejim də çox vaxt aparmayacaq. Yəni bu bölünməlidir. Belə ki, bax fikir verin, bu İranın dini rejim, yəni burada yaşayan əhalini, yəni şiəlik xəttindən birləşdirən bir amil idi. Ancaq bu da ki, artıq yaramır və eyni zamanda İranın daxilində millətləşmə prosesi gedir. Bu millətləşmə prosesi Fars millətçiliyi və Türk millətçiliyi. Digərləri də var, onlar zəif şəkildədir. Yəni ki, millətçilik sözünüz bilirsiniz ki, milli dövlətçiliyin əsas ideologiyasıdır. Yəni ki, bu ideologiya hazırlanır. Buna görə də Azərbaycan və Fars millətçiliyi tərəfidir. İranın bölünmə amilləri artıq ortadadır. Ona görə proseslər o istiqamətdə gedir. Eyni zamanda İran bölündükcə onun nüfuz dairəsində görmək istəyən dövlətlər də çoxdur. Təbii ki, burada Amerika da var, bizim Azərbaycan da var, Türkiyə də var, İsrail də var. Qeyd edelim ki, İsrail son bölgələrdə, yəni ki, 100 il bundan qabaqki bölgədə yox idi. Bu ərazi Osmanlının ərazisidir. İndi Türkiyə ilə İsrail arasında olan gərginlik də bununla bağlıdır ki, İsrail yeni oyunçu kimi girir meydana. Türkiyə isə bu Osmanlı ərazisi kimi yanaşır. Bu yaranan Sülh Şurası da məsələn bu cür problemləri həll etmək üçün əslinə baxanda yaranır. Təbii ki, Azərbaycan da bunun üzvüdür və s. İranın özündə də dediyim kimi iki əsas istiqamətdə fars bizi daha çox bugün maraqlandıran İran və Güney Azərbaycandır, Güney Azərbaycan türklərini. Deyirsiniz ki, bu mərhələdə İran bölünənlərə aid. Bunun bölünməsini necə görürsünüz? Yəni İranın gələcəyini necə görürsünüz? Bölünməsi dedim də, yəni ki, milli dövlətlər, yəni milli əsasda millətləşmə prosesi gedib, deməli, Fars və Türk millətçiliyi əsasında gedir. Təbii ki, bu gələcək burada olacaq dövlətlərin rüşevini təşkil edir. Yəni, bu proses də bu istiqamətdə getməlidir. İndi təbii ki, bunun əleyhinə gedənlər də var, çoxdular. Onlar hesab edirlər ki, onlar bunu saxlamaq üçün müxtəlif variantlardan istifadə edirlər, müxtəlif variantlara əl atırlar. Ancaq mən hesab edirəm ki, geci-tezi bu dağılmalıdır. Bu iki istiqamətdə proses getməlidir. Bunu nə İranın əvvəlki, məsələn, bütöv İran Azərbaycanlı kimi bütöv İran türklərinin olmalıdır. Bu şəkildə eləmək olmaz, çünki Fars millətçiliyi var. Yaxud da bütöv İran yenə Fars millətçiliyi, Fars olmalıdır. Yəni ki, burada Türk millətçiliyi də var. Bunların arasında da ziddiyyət var. Ona görə bölünmə labüddür. Hesab edirəm ki, bölünmə başa olacaq. Güney Azərbaycanın istiqlalı olacaq. Kifayət qədər orada məsələn, milli fəallar da var, onlar da yerləşir, onlar da var orada, yəni müəyyən qədər formalaşır. Yəni, bağlı kimi bizim onlarla əlaqələrimiz var, bu bilinir. Eyni zamanda bir məsələni də qeyd etmək lazımdır ki, digər dövlətlərin də, yəni İran zəiflədikcə onun nəzarətində olan dövlətlər uğrunda da, o cümlədən İran uğrunda böyük dövlətlər arasında mübarizə gedir. Maraqlar var burada. Bu maraqlar, məsələn, İngilislərin maraqları hələ ola bilirsə olsun, ancaq o barədə hələ heç nə danışılmır. Yaxud da Türkiyənin öz maraqları var. Məsələn, Azərbaycanın öz maraqları var, Güney məsələsi var. Bu İsrailin maraqları var. Bölgədə o da pay almaq istəyir. Yəni, bax belə. Bu proseslərdə Azərbaycanın və Türkiyənin, ümumiyyətlə Türk dünyasının təsiri nə dərəcədə ola bilər? Mən hesab edirəm, necə təsir edir prosesə necə təsir eləmək? Bax, fikir verin, yenə deyim. Türk dövlətləri birliyi yaranır. Bu labüddür, bu yaranmalıdır. Yəni ki, bu bütün bizə yox, Çinə də, Avropaya da
eləcə Amerikaya da hamıya lazımdır. Çünki bu dəhliz, orta dəhlizin üzərində yaşayan xalqlar, dövlətlər hamısı türk dövlətləri. Ona görə də Türk dövlətinin burada da yaranması lazımdır. Yəni bu Turan'a gedən bir yoldur. Bu dünyada gedən proseslərin içərisində öz-özünə yaranan, yəni məcburdur. Bu çünki yaranmalıdır, bu şəkildə gedir. Bir tərəfdən də ki, bilirsiniz ki, həmişə Çinlə Avropa arasında müəyyən bir dövlətlər olur, hansı ki, yəni ki, biri digərinə qarşı həmişə bu dövlət gəh bu tərəfə qarşı dayanır. Yəni Avropanı Çindən, Çini də Avropadan qoruyan bir sistem olur. İndi bu sistem əvvəlcə Rus imperiyası idi bu günə qədər. Əvvəllər Türk imperiyası oldu, hamısı. Məsələn, bu barədə yəqin ki, hamı bilir. İndi isə bu Rusiya çökür. Çöktükcə bu onun yerində Türk dövlətləri birinin yaranması təbiidir, bu olmalıdır. Bu həm iqtisadi cəhətdən əlverişlidir, həm də siyasi baxımdan əlverişlidir. Yəni ki, təbiidir, olmalıdır, labüddür, deyək də, bax belə. Bax, bu qədər. O cümlədən İranda da ki, təbii ki, burada bu meyilli, yəni ki, dəhlizə uyğun, dəhlizdə yerləşən, yəni Turana uyğun meyilli bir dövlət yaranmalıdır. Bu dövlət yaranmasında da burada bilirsiniz, yəni millətdə dediyim kimi millətləşmə prosesi getdiyi üçün bunların yəni iki dövlət var. Bunların arasında ziddiyyət də var. Fars dövləti, Farslarla Türklər arasında ziddiyyət var. Yəni ki, Fars Molla rejimi gedəndən sonra bu ziddiyyətlər ayrı dövlətlər şəklində təmsil olunmalıdır. Fars Molla rejimi deyilir. Bu Fars Molla rejiminin ömrü haqqında, yəni kifayət qədər zəiflədiyi görülür. Bu prosesi uzun mu çəkəcək? Bu müddət haqqında nə proqnoz verə bilərsiniz? Mən hesab edirəm ki, yaxın illərdə bu şey eləməyəcək. Yəni ki, bu proses gedəndən sonra da, yəni ki, tutaq ki, Molla rejimi çevrildi, axı daxildə də bu proses gedəcək. Vətəndaş müharibəsi gözlənilir. Vətəndaş müharibəsinə də gətirib çıxardacaq. Yəni bu proses hələ çox uzun çəkəcək. Yaxın illərdə bu göstərilir. Heç Rusiyanın Ukrayna müharibəsi də yaxın illərdə bitəcəyini gözləmirəm. Amma proses başlayır. Proses başlayır. Siz deməli kifayət qədər optimistsiniz bu məsələlərdə. Yəni Türk dövlətçiliyi bölgədə və dünyada Türk dövlətçiliyi, Türk dünyasının dünya siyasətinə təsiri güclənməkdə davam edir. Bəli. Bunun iqtisadi əsasları haqqında nə deyə bilərsiniz? İqtisadi əsasları belədir ki, yəni Türk dövlətləri belədir. İqtisadi əsasları belədir də, mən qeyd elədim ki, şimalda logistika üçün yaranır, Rusiya müharibəsi gedir, cənubda, İranda. Gəh Qırmızı dəniz onun nəzarətindədir, tez-tez orada vaxtilə minalar da düzülmüşdür, İran körfəzinə və s. Yəni, bunlar da yaranır. Yəni, ona görə iqtisadi əsası nədir? Əsas, məsələn, bu kəmərlərdir, Tanap və s. Bunlardır, sonra Bakı-Ceyhandır, bu dəhliz üzərində olan şeylərdir. Çindən Avropaya qədər böyük bir dəhliz gedir. Yəni ki, bu Ermənistan məsələsi də problem Rusiyanın oradan çıxarılması ilə o da çıxarılır. Yəni dəhlizdə hər tərəf, tək burada kəmərlər var, burada yollar var, dəmir yolları var. Yəni yük daşınmalar üçün ən əlverişli yerdir. Ona görə də hesab edirəm ki, bu müharibə uzun davam elədiyi üçün bu dəhlizə ehtiyac var. Dünya nəqliyyat yolları baxımından proses qarşısı alınmazdı, qaçılmazdı. Qaçılmazdı, hə. Çox gözəl, Rizvan bəy, kifayət qədər bu məsələləri geniş şəkildə izah elədiniz. Son olaraq yekun fikriniz varsa, buyurun bildirin, yoxsa verilişimizi yekunlaşdıraq. Yekun fikrim, bəzi məsələləri də qeyd eləmək istəyirəm. Çünki
Azərbaycan Rusiyanın təsirindən çıxdıqca, kənarlaşdıqca, o cümlədən İranın təsirindən kənarlaşdıqca, çıxdıqca onların bizim ölkəyə necə deyim, aqressivliyi artır. Müxtəlif blogerlər bunun vasitəsilə gedir, xaricdə bunları şey edirlər, təsir göstərmək istəyirlər nə formadasa, qara yaxmadan istifadə edirlər. Heç, yəni ki, bunlar mənə elə gəlir ki, Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən bunların hamısının qarşısı alınacaq. Kifayət qədər optimist proqnozlar verdiniz. İnşallah hamımız arzuluyuruq ki, bizim bu fikirləriniz, proqnozlarınız doğru olsun. Çox sağ olun Rizvan bəy, dəvətimizi qəbul edib gəldiyinizə görə minnətdarıq. Hörmətli tamaşaçılar, bununla da bugünkü verilişimiz başa çatır. Sağ olun, gələn görüşlərə.